Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Bugün Süleyman Əl-Cəmzurinin qələmə aldığı və yazarkən İbnül Cəzərdən ilhamlandığı bir əsəri, yəni hamımızın bildiyi Töhfətül Ətfəl əsərinin ilk tədrisinə başladıq. Bunu müvəffəq edən Rəbbimə həmd olsun. Bu müəllif yazarkən bir neçə səbəb var idi və bu səbəblərdən ən böyüyü bizim hal-hazırda Quran tilavətində istifadə etdiyimiz müxtəsər təcvidi daha asan yadda qalan bir şəkildə, yəni ki, şeir formasında yazaraq bütün müsəlman aləminə çatdırması idi. Və əlhəmdülillah, aradan əsrlər keçməsinə baxmayaraq, hələ də bu müxtəlif dillərə tərcümə olunaraq əzbərlənilməkdədir. Həm tələbələr tərəfindən, həm də müəllimlər tərəfindən. Bu əsəri ərəbcə əzbərləməyimiz bizim üçün daha yaxşıdır. Niyə? Çünki əsər özü ərəbcə yazılıb və onu oxuyarkən, onu əzbərləyərkən bu ənənəni davam etdirmiş oluruq. Bununla yanaşı və bu qaydaları, yəni ki, müxtəsər təcvid haqqında bizim ağlımızda nə sual varsa, kitab bütün bu suallara cavab verir. Yəni ki, bizim suallarımıza daha asan bir şəkildə cavab tapmaq üçün bunu əzbərləməyimiz, daha doğrusu ərəbcə əzbərləməyimiz bizim üçün daha əsas bir səbəbdir. Töhfətül Ətfəlin başlanğıcında müəllif təvazökar bir şəkildə Allaha həmd edir və Muhammed sallallahu əleyhi və səlləmə salavat gətirir. Yəni həm özü üçün, həm də bizim üçün savab qazandırmasını Allahdan istəyir. Hazırlayan və səsləndirən Fərəh Ramazanova, yoxlayan və təsdiqləyən isə Yunus Əli Hüseynlidir. Bismillahirrahmanirrahim. يقول راجي رحمة الغفور دوما سليمان هو الجمزوري الحمد لله مصليا على محمد وآله ومن تلا وبعد هذا النظم للمريد في النون والتنوين والمدود سميته بتحفة الأطفال عن شيخنا الميهي ذي الكمال أرجو به أن ينفع الطلاب والأجر والقبول والثواب